Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində Sənin Seçimin canlı olaraq yayımdadır. Bugün daxili xəstəliklərdən danışacağıq. Onların yaranma səbəbi, terapiya üsulları, doğru bildiyimiz yanlışlar. Təbii ki, mövzu ətrafında müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssis dəvət etmişəm. İlk olaraq onu sizə təqdim edim. Johns Hopkins Universitetinin təlimçisi, həkim, terapevt Agil Axundov. Doktor, xoş gəldiniz. Axşamınız xeyir. Dəvətimizi qəbul etdiyiniz öncəliklə sizə dərin təşəkkürümü bildirirəm. Çox ciddi və aktual olan bir xəstəlik, ümumiyyətlə terapiya. Terapevt özü bilirik ki, çox şaxəli xəstəliklərin öhdəsindən gələ biləcək və peşəkarlığa söykənə biləcək bir həkim sahəsidir ki, hər zaman ümumiyyətlə bədənimizin istər-istəməz orqanlarımız, istənilən bir xəstəlik olanda birbaşa müraciətimiz terapevt olaraq müraciət edirik. Ümumiyyətlə daxili xəstəliklər deyəndə nəyi ilk olaraq anlayır? Ümumiyyətlə, bu daxili xəstəliklər nəyi əhatə edir? İlk olaraq belə başlayaq. Buyurun, doktor. Ülviyə xanım, sizə dəvətinizə görə təşəkkür edirəm. Daxili xəstəliklər elə bildiyimiz daxilimizdə olan bütün orqanların hamısının xəstəliklərdir və siz necə ki düzgün qeyd etdiniz, bir mütəxəssisin, bir sənətin, bir elmin qəbullandığı qədər kifayət qədər çox böyük bir məlumat bazası daşıyır. Bu səbəbdən həm terapiya bir elm kimi, yəni daxili xəstəliklər bir elm kimi və daxili xəstəliklər üzrə mütəxəssislər də son zamanlar öz aralarında bölünməyə başlayıb. Mədə-bağırsaq həkimlərinə gastroenteroloq deyirik, tənəffüs sistemi doktorlarına pulmonoloq deyirik. Hətta məsəl üçün qaraciyərin özünün ayrıca bir doktoru var, gepatoloq dediyimiz və illaxır. Yəni böyrək kimi, belə deyək də, üzdən nisbətən balaca görünən orqanın təsəvvür eləyin ki, iki mütəxəssisi var. Sidik və sidik çıxarıcı yolların mütəxəssisinə uroloq deyirik. Eyni zamanda bunların hamısı cərrahlar. Cərrahiyyə çıxılından hazırlanır. Amma ki, böyrək ətinin xəstəlikləri isə, böyrək parenkimasının xəstəliklərini isə nefroloq deyirik və bu kifayət qədər böyük bir dəryadır. Bu şəkildə mən hesab edirəm ki, kifayət qədər yaxın 15-20 il müddəti ərzində klassik terapevt, yəni mənim daşıdığım terapevt ixtisası kimi doktorlara artıq ehtiyac qalmayacaq. Çünki bu sanki Sovet dövründə o səhiyyənin təşkili səbəbindən irəli gəlmiş bir peşənin adı idi. İndi isə elm o qədər inkişaf elədi ki, məlumat bazası o qədər artdı ki, yəni deyirəm, bir beynin daxilində bütün bunların hamısını yığmaq, saxlamaq, toparlamaq mümkün deyil, olmayacaq birazdan sonra. Çünki tibbin inkişafı praktik olaraq günbəgündə yox, saat pa saat dəyişir və o məlumatları da bir toplum şəklində başda saxlamaq mümkün deyil. Bir gün oxumadım, bir saat oxumadım və salam, sən geri qalacaqsan. Tam doğru. Bu baxımdan çox böyük əhəmiyyəti var və yəqin ki, belə deyək də, birazdan bizə bir veteran kimi baxacaqlar artıq. Yavaş-yavaş təqaüdə çıxacağıq. Amma ki, yerimizə gələn kadrlar sözsüz ki, bir sahə daha, belə deyək də, dar bir ixtisas sahibi olunca birmənalı şəkildə keyfiyyət artacaq. Yalnız və yalnız mədə-bağırsaq sistemi xəstələrini bilmək, super, nə gözəl və göstərdiyi yardımın səviyyəsi də dəyişəcək belə olunca. Bu baxımdan çox böyük əhəmiyyəti var. Eyni zamanda müasir texnologiyaların da inkişafı sürətlə artır, onların istifadə qaydası, tətbiqini də öyrənmək xüsusi zaman və bacarıq tələb edir. Necə ki, burada biz bir neçə xəstəliklər var ki, revmatoloqlar var bu sahədə, anemiya, qan azlığı, revmatoloqlar tam başqa bir dünyadır. Bəli, bizdə elə dünən qonağımız revmatoloqlar idi. Danışdıqca insan düşünür ki, nələr var bu elmin içində və bu xəstəlik nələri daşıyır, bilmədiyimiz o qədər məqamlarla tanış olduq. Amma yenə də siz Agil Axundov olaraq bir imza atmışsınız və çox tanınmış və peşəkarlığa söykənəcək, çox nüfuza sahib olacaq, artıq status qazanmış bir həkimlərdənsiniz. Nə gözəl ki, belə həkimlərimiz var və bizi sadəcə borcumuz sizi tanıtmaqla, sizi bütün demək olar ki, Bakı tanıyır. Ona görə də sizin bugün burada iştirakınız bizim üçün xüsusi bir fəxirdir. Bir əlavə eləmək istəyirəm bir adınıza. Bax, biz revmatoloqları çağırmışıq, digər bir mütəxəssisləri. Burada terapevt olmağın bir avantajı var. Pasiyentlər qəbula gəlincə hərdən elə olur ki, eyni bir şikayətləri bildirir. Bax, onların filtrlənməsi və sən revmatoloqa getməlisən. Sadəcə olaraq bu
sizin sözünüzə təsbit olaraq deyirəm, amma sən revmatoloqa getsən daha düzgün olar sözünü deyən doktor terapevt olacaq və yaxud da sahə həkimi olacaq və yaxud da belə daxili xəstəliklər uzmanı, daxiliyəci deyirlər. Türkiyədə təhsil almış mütəxəssislərimizə. Bax, bu insanlar bir dispetcher səviyyəsində mütləq bir kəs olmalıdır. Bəli, bəli. Bu yəqin ki, gələcəkdə bəlkə adı dəyişər, amma bugünkü gün üçün terapevt budur. Bəli, bəli. Bizim bu sahədə doktor doğru bildiyimiz yanlışlar var və Kifayət yetərincə var, kifayət qədər də çoxdur. İstəyirəm bunu sırf mütəxəssis, bəzən də bu haqda mən hər zaman deyirəm ki, haqqı olan insanlar danışanda daha doğru, düzgün olur və maariflənmə düzgün istiqamətdə doğru gedir. Sizdən eşidək, mütəxəssis olaraq uzun illər, demək olar ki, illərinizi bu həkim və tibb sahəsinin peşəkarlığına vermiş bir insan olaraq nəyi doğru bilirik, amma əslində yanlışmış? Bunun üçün birinci növbədə aydınlaşdırmaq lazımdır ki, doğru bildiyimiz yanlış niyədə nə nəzərdə tutulur. Və bu anlayış özü zaman, məkan və şəraitdən asılıdır. 1960-cı illərdəki tibb bilikləri ilə bugünə qədər ki olan tibbi biliklər arasında kifayət çox böyük fərq var. Mən tibbin üstü oxuyanda, mən 1989-cu ildə tibbin üstünü bitirmişəm, immunologiya adlı bir elm yox idi. İndi isə kafedra var. Mən tibbin üstünü bitirincə biz genetika nə olduğunu ancaq bir cümlə ilə nəsə belə bir o vaxtki kitabların, dərsliklərin əhatəsi dairəsində bilirdik. Amma mən tibbin üstü oxuyanda hepatit C haqqında məlumat yox idi. Belə bir cümlə yazırdılar rus dilindən tərcümədə. Nə A, nə B. O insanlarda çox böyük çaşqınlıq yaradır. Mən tibbin üstünü oxuyanda, mən tibbin üstünü bitirəndə bugünkü müasir protokollar nədir? Ümumiyyət etibarına o protokola ehtiyac nədir, icbari tibbi sığorta nə olan şeydir, pasiyentlərin yönləndirilməsi, bax, xəstə insan buram ağrıyır, qolum ağrıyır deyəndən gedib həkimə çıxana qədər hansı hadisələr baş verməlidir, kifayət qədər çox xaotik bir şəkildə həyata keçirilirdi. Azərbaycan Respublikasında həmişə olduğu bir qayda qalır, bir-birlərindən nəsə soruşurlar, həkimin background haqqında, həkimin səviyyəsi haqqında və kimə kömək göstəribsə, belə olunca o doktor sanki məsləhət görülən bir doktora çevrilir. Bugünkü günə kimi də bu mexanizm işləyir və biz bunu görürük. Kimsə məclisdə əyləşəndə tanışlar, dostlar, qulağım ağrıyır. Sən bir tanış qulaq həkimi tanımırsan ki, misal üçün belə və onlar bilər ki, tanıyıram, falan kəs falan yerdə işləyir. Çox gözəl doktordur. Mən həmişə bir hadisəni yadıma salaram. 3-cü kursda yoxsa 4-cü kursda oxuyurdum. Bir qonşumuzla görüşdüm. Dedi ki, həkimə gedirəm, bir ayda öskürürəm kəsilmir. Biz də o vaxtı deyəsən ağciyər xəstəliklərini keçirdik yoxsa. Dedim ki, bir bəlğəmin əkilməsini ver. Amma mənim üçün diplomum da yox idi. Bəlğəmin əkilməsi analizini verdi, gətirdi. Orada mikrob görünür və antibiotik görünür. Və mən həmən antibiotik ona təyin elədim. Məsləhət ki, yer bunu aldı, içdi, bütün şikayətlər keçdi, getdi, mən oldum həkim. Halbuki hələ heç belə deyək də, bizim 3-cü mərtəbədə yaşadığımız bir qonşumuz idi. Hər dəfə də məni görüncə bir alqış eləyirdi. Bu mexanizm kifayət qədər böyük hallarda bugünə kimi də belə işləyir. Bunun da bir əhəmiyyəti var. Kimin üçünsə 60%, kimin üçünsə 90%. Və bu, bax belə üst-üstə gəlincə müəyyən qaydada, yəni həmən o 60-cı illərdəki, 70-ci illər, 80-ci illərdəki bizim bildiyimiz doğrular, sonradan biz bildik ki, bəli, hepatit C var imiş. Belə bir xəstəlik var. Bu virusdur və bu qaraciyəri zədələyir. Nəzarətdən buraxanda qaraciyərin sirozuna gətirib çıxarda bilir. Qaraciyərin sirozu müəyyən bir mərhələni keçəndən sonra o xəstələrə yardım eləmək mümkün deyil. Halbuki onun müalicəsi var və hər şeydə qaydasındadır. Analizləri verirsən, dərmanlar təyin olunur. Bir qədər xərc tələb eləyəcək, amma ki, sən bundan sağalırsan və heç də qorxulu heç bir şey yoxdur. Nəticə etibarı ilə bax, həmən o 70-80-ci illərdə talasemiyalı xəstələr üçün qan köçürülmə prosesi icra olunurdu. Biz bu hepatit C-ni qəbullanmadığımız səbəbindən biz deyərkən mən Sovet təbabətini nəzərdə tuturam. O talasemiyalı xəstələrin böyük əksəriyyətinin qanında hepatit C virusu tapıldı. Nə var ona görə ki, müəyyən siyasi məqamlarla əlaqədar olaraq Sovet rəhbərliyi bu virusun, biz qapalı ölkə idi o vaxtı, virusun bura gəlib yayılmasını boynuna almaq istəmirdi. Bu baxımdan kifayət qədər çox, o həmin dövrün ən böyük yanlışlarından biri idi. Hepatit C xəstəliyi Azərbaycanda və keçmiş Sovetlər Birliyində inkişaf edincə ilkdə də belə bir düşüncə var idi.
Hepatit C olunsa vəsə həyatın bitdi. Bəli. Yəni, get qəbir qaz, gir içinə. Bəli. Bu ilə də bütün məsələlər bitdi. Amma sonradan birinci növbədə mütəxəssislər bunu öyrəndilər və sonradan da yavaş-yavaş xəstələr müalicə olunca hamıya çatdı ki, yox, danışılan qədər də не так страшен, четко как его малюют. Belə rus dilində belə bir deyim var. Aha, yəni ki, bu o deyil. Sən deməmişkən müalicə də olunurmuş və bu gün artıq deyim ki, sizə Amerika Birləşmiş Ştatlarında bir neçə ayın söhbətidir. Maviret adlı bir dərman preparatı kəşf olunub. 2 ay, cəmi 2 ay, bir monoterapiya. Bu ilə bütün məsələlər bitdi. Hə, qiymət biraz bahadır. Yavaş-yavaş o da yayılacaq, gəlib bizə də çıxacaq və ilahi. Bu baxımdan bizim tanıdığımız lap qədim zamanlardan qalan bizim tanıdığımız və artıq belə demək mümkünsə əziyyət çəkdiyimiz Covid vaxtında isə tamamilə belə kükrəyən bir o sistem qoymaq kimi bir anlayış bu günə qədər içimizdə yaşayır və artıq oyuna mübarizə aparmaqdan sözün düzənalını bezmişik. Bəli, mən elə ona toxunmaq istəyirdim ki, günün ən ağrılı məqamımız. Başım ağrıyır, nə edəcəksən, həkimə getsin, yox, sistem qoşacağım, ürəyim bulanır, sistem qoşacağım, soyuqlamam var, titrətməm var, üşütməm var, bu və ya digər. Ayağım tutulub yeriyə bilmirəm, qolum keydi, gözümdə bir az qızartı var. Bütün bizdə baş verən narahatçılıqları özümüzə təsbit etdiyimiz, diaqnoz qoyduğumuz bir çarə var, bu da sistem qoşmaqdır. Bunu sizdən soruşmaq istəyirəm, hansı göstəricilərdə, hansı məqamlarda bunlar konkret olaraq göstərişdir və bunların ağlımıza gəlmədiyimiz zamanlarda istifadəmizin fəsadı nədir? Hətta belə bir inanc var. Həkimə getdin, ya sənə sistem yazmadısa. Bəli, yaxşı həkimdir. Yaxşı həkim deyil. Nə oldu? Bəs sistem olmayacaq və hətta hərdən bir pasiyentlər özləri, bəs mənə sistem yazmayacaqsınız. Çalışıb izahat verirsən ki, yox, bugün hal-hazırda siz neçə Allah eləsin o lazım olmasın da. Yəni ki, kifayət, beynəldaxilin hər hansı bir məhlulun yeridilməsinə bir mənalı şəkildə göstəriş olmalıdır, pakazaniya, indication deyilən bir anlayış var. Yəni ki, bunun üçün mən niyə bunu ora köçürtməliyəm, beynəldaxilinə niyə eləməliyəm deyən bir izahat olmalıdır və o izahat sübutlara söykənən tipdədir. Hal-hazırda məsəl üçün ən çox gördüyümüz bu tibbin məişət tərəfi də var da. Yəni bu hadisələr necə baş verir? Tutaq ki, kimsə xəstələnir və o ev şəraitində müalicə olunur. Lap elə əzələ daxilinə iynə vurmaq lazımdır. Yəni sağrı nahiyəsinə tibb bacısı çağırılır. Sözsüz ki, tibb bacılarımızdan maşallah heç birinin xəttini dərmək istəmirəm. Praktik olaraq hamısı akademikdirlər. Onlar gələn kimi pasiyentlərə müxtəlif belə dırnaq arasında dəyərli məsləhətlər verməyə çalışırlar. Birinə sağrı nahiyəsinə iynə vurdular, ağrıdı. O dəqiqə məsələ. Bəlkə bunu venaya vuraq. İndi bir belə tədbirli pasiyent əlinə alır, telefonu zəng eləyir öz həkiminə ki, doktor medistra belə deyir, nə edəcəyik biz? Yox, olmaz. Bu ora yazılıbsa bu sağrı nahiyəsinə vurma. Ağrıdır axı. Yaxşı da bir damcı döz da. İndi xəstələnmirsən. Bu keyfdən olan bir şey deyil ki. Və o sistemlə əlaqədar da belə bir tibb bacılarının verdiyi maraqlı məsləhətlər var. İndi sözsüz ki, hamısının səviyyəsi eyni deyil. Bəzi vaxtı damarı axtarıb tapmaq problem olur və damara iynəni taxmaq istədi, alınmadı. O dəqiqə belə bir anlayış var. Sənin qanında laxtalanma var. Bizim hamımızın qanı laxtalanır da. Sənin qanında laxtalanma eləmədik. Yox, bu səbəbdən həkimə ki, salam, əleykümə salam. Nə incidir, nə probleminiz var? Falan vaxtı sistem qoymaq istəmişlər. Tibb bacısı dedi ki, sənin qanında laxtalanma var. Yoxlamaq üçün müraciət eləmişim. Boş mənim. Bizim burnum var, qulağım var, dilim var, qanında laxtalanma var da bu bir Allahın yaratdığı bizim qanımıza axıb getməsin deyən bir sistemdir. Sən dediyin nədir? Yox, mənim qanım laxtalanır. Harda laxtalanır? Damarın içərisində. Həman tromboemboliyadan ölərsən axı. Mümkün deyil elə bir insanın sağ-salamat qalmağı. Və təsəvvür eləyin ki, bu inan baxımından o sözü, halbuki həqiqətən də tibb bacısı bacarmayıb. Başa düşürəm də hər şey olur. Xəstəxanada olsaydı, özündən daha bacarıqlısını çağıracaq. Bəli, ona müraciət edəcək və nəhayət bu. Amma ev şəraitində bir xəstə, bir pasiyent, başa düşürəm, qol məqrəbə yığışıb başına, ay ağrıdı, ay incitdi və s. və laxır, onu eləmək üçün bir ruh halı lazımdır. Yəni, sən bu xəstələrlə işləməyə bacarmalısan. Alınmadı, indi mənim üstümdə qalmasın deyənə. O üstümdə də bizim milli xüsusiyyətlərimizdən biridir də. Yəni ki, kimin üstündə qaldısa, onu daşqalaq eləyəcəklər. O baxımdan, tibb bacısı da, sən qanını laxtalanma və ilaxır. Bu, bir mənalı şəkildə birinci oradan başlar. Niyə bu sistem deyilən bir dərman təsiri xəstəyə ev şəraitində olunmalıdır? Niyə? Yəni, səbəb nədir? Əgər kimsə sadəcə olaraq bir
kəskin respirator virus xəstəliyi və yaxud da kəskin virus infeksiyası, hərarətin qalxması ilə əlaqədar olan bir hadisə baş veribsə, mütləq bu xəstəyə sistem qoyulmalıdır. Dırnaq arasında mütləq o sözü. Və elə bir anlayış ümumiyyətlə yoxdur. Və yaxud da ki, ən belə deyək də, kəsə halda düşürlər aptekaya, haman, yəni qızdırmam qalxıb 39-dan, bir dəqiqə deyəm, getdik. Yaxşı sistem nə var? Yəni, praktik olaraq bazarı xatırladır. Yaxşı alma ver, yaxşı armud ver. Və onu da kim və nə tövsiyə edəcək məsələsi də ikinci problem. Əgər hələ yaxşısı provizor və yaxud da əczaçı olunca, farmasevt olunca başa düşürəm, normal bir söz deyə bilər və yaxud da uzaq başa deyə bilər ki, yox, doktorunuzla bir danışın. Amma ki, alınır hər hansı bir məhlullar, ringer, fizioloji məhlul, glukoza 5%-dir və illa-axır kimi bir şeylər və məsələn, ən axırıncı dəfə dünən gələn pasiyent mənə belə danışdı ki, sizin qəbulunuza, bir həftədir ki, qızdırıram, sizin qəbulunuza gələnə qədər 5 dənə sistem qoydular. Mən niyə? Kim dedi? Nə bilim, Fatma Nisə. Və bu ilə də bütün məsələ bitdi. Rengen çəkmişik iki tərəfli pnevmoniyalı. Aydın məsələdir ki, virus pnevmoniyası. Bəlkə də COVID-dir, qardaş. Sənin xəstəxanada yatmağa ehtiyacın var. Bu, evdə müalicə olunan bir hal deyil. Müraciət ilə icbari tibbi sığorta ilə səni yerləşdirsinlər. Klinikaların birində müalicə olun. Belə qalınca biraz da mənim niyə 5 günlük qızdırmam düşmür və o, siz necə bir şey əmələ gəlir? İnanc. Bu sistem bura daxil olursa, bitdi, mən sağalmalıyam. Sağalmadımsa, onda o sistemin içində nəsə bir problem var. Və bu baxımdan həmin o bütün bizi əhatə edən insanların hamısını sadəcə bir not olaraq çatdırmaq istəyirəm ki, gecə saat 11-də, 12-də birdən kimisə qızdırması qalxıbsa, 39 oldu və bu adam doğrudan əziyyət çəkir, bədən ağrıları, əzələ ağrıları var və illa-axır və s. Bəli, yardım göstərmək üçün 500 mg-lıq paracetamol, bir tabletka qəbul eləmək olar. Dünyanın bir çox ölkələrində bu OTC deyirlər, over the counter, yəni aptekdən kənar satıla bilən dərman preparatı. Okey, alın bunun bir tabletkasını için. Bunun üçün sizə həkim lazım deyil. Amma bu hal davam edəcəksə və sizi halbahal eləyəcək, əmək qabiliyyətinizdə əlinizdən alacaqsa, həman həkimə müraciət etmək lazım. Ağızdan su içməyi bacaran, halı o dərəcəyə gəlib çatmamış, yəni onu nəzərdə tuturam. Ağızdan su içməyi bacaran pasiyentlər üçün xəstə sözünü işlətməyəcəyim. Sistem qoymağa heç bir ehtiyac yoxdur. Qızdırman 37-2-dir, 37-3-dür. Başa düşürəm, diskomfortsan, narahatsan, paracetamol sənə hündə içmirsən, kömək eləməyib hələ ki, və yaxud da ki, dünəndəndir və illa-axır. Okey, anladım hər şeyi, amma bu vəziyyət üçün sistem qoymaq göstəriş deyil. Yalnız və yalnız dərman preparatlarının vena daxilinə yeridilməsi həkim təyinatından sonra olmalıdır. Təcrübəli tibb bacıları tərəfindən həyata keçirilməlidir, həkim ona nəzarət etməlidir və sözsüz ki, bütün bu hadisələrin hamısı xəstəxana daxilində olmalıdır. Heç olmasa ambulator qaydada olsa, amma xəstəxana daxilində. Bilirsiniz nə hadisə baş verir, bilmirəm nə dərəcədə indi bu verilişin izləyicilərə maraqlı olacaq. Biz orqanizmdən su itiririk gün ərzində. Bu olur tənəffüslə, bax ona görə burada bir fincan su qoymusunuz. Çünki mən danışacağım və çox danışınca çox buxarlandıracağım. Okey, bu bir. İkinci, dəri, yay, qış buxarlanır. Və nəhayət etibarən silik vasitəsilə. Orta hesabla gün ərzində itirdiyimiz mayenin miqdarı 2 litrə yaxın. Və bu qədər də qəbul eləməliyik. Bu haqda da bütün bəşəriyyət artıq çox möhkəm danışır. Bədən temperaturu bircə dərəcə qalxdısa, 36-6-yam, oldu 37-6. Tənəffüs və dəri vasitəsindən buxarlandıran suyun miqdarı hər bir dərəcəyə yarım litr, yəni 0,5 litr, 500 ml qalxır. 3 gün dalbadal 39 qızdırması və yaxud da 2 gün dalbadal 39 qızdırması olan adamın itkisi 2 litri keçdi. Bu mayeni qaytarıb, çünki bizim ağızdan içdiyimiz su gedib damarlarımıza çatmaq üçün orta hesabdan 48 saata 2 sutka bax lazımdır. Sən mayeni itirincə o dəqiqə sallanacaqsan, quruyacaqsan. Taqətdən düşmüş. Ümumiyyət etibarında heç də görmək istəməyəcəksən, bir əmək qabiliyyətini itirəcəksən, pis olacaqsan. Okey, belə olan halda əlbəttə ki, o mayenin itkisini bərpa etmək üçün bəli, maye köçürülməsi gərəkir. Bu hallardan biridir. İndi demirəm,
xəstə düşdü reanimasiyaya müxtəlif səbəblərdən, o başqa bir şeylər. Yəni bu istisnalardır, artıq bəli. onunla heç kəs məşğul olmur. Heç onu boynuna çəkmək istəyən insanların sayılsın, mütəxəssislərin sayılsın. Amma belə halda, amma bu mütləq həkim nəzarəti altında olmalıdır. Bu milyon göstərişdən ancaq birini izah elədim və bu izahat bir 5 dəqiqə çəkdi. İndi təsəvvür edirəm. Bu isə belə çıxır ki, elə sanki elə biri bir balaca burnu axsın və yaxud da bir dəfə öskürsün. Yanındakı kimsə, mən anlayıram, yaxşılıq eləmək üçün eləyir onu. Amma yaxşılıq eləməyin qaydası var da. Can yandırmağın qaydası var. Olacaq doktor. Biz onları etdik. Halbuki onu etməli deyilik. Hansı əks təsirlər bilmədiyimiz bizim o gizli gedən fəsadlar bizim bütün bədənimizə onun tərkibinə qatılan ixtiyari bir dərman preparatı və yaxud da ki bizim bu çox maraqlı bir vitamin sevmək. Kokteyl var doktor. Hər şeydən onun içərisinə daxil etmək istəyir. B vitamini, nə bilim, C vitamini. Siz təsəvvür edirsiniz, vitaminlərin hörməti coğrafiyamızda sizin və mənim hörmətimdən daha artıqdır. Onlar gələndə sanki bir təzim edən kimi şeyliklər. Yəni o dərəcədə o dərmanlara, dərman da deməyə, o dərman deyil, qida əlavəsidir. Ona ehtiram var. Onların çox böyük bir heybəti var insanların arasında ki, sən nə danışdın? Bu dəqiq vitamin verəcək, hər şey deyəm, amma neysən o vitamini? Bazar var da, göt al, yid o. Nə səni məcbur eləyir ki, mütləq o pulu mütləq gedib apteka xərcləməlisən və bu sualın cavabını heç kəs bilmir, heç kəs də verə bilmir və biraz da sanki pasiyentlərə demirəm aqressiv izah, biraz bax belə uzun danışanda onda deyirlər ki, siz istəyirsiniz ki, biz aptekdə satılan dərman preparatlarına sanki düçar olaq və onda görə çarəmizi, sanki bu kimyasal bir şeylər orqanizmə kifayət qədər çox ziyandır. İzah oluna bilməyən, anlaşıla bilməyən və el arasında həkimə hörmətdən salan bir hərəkətlərdir. Bax, bu cəhətdən siz çox cəsarətli bir verilişdiniz ki, bu mövzuya dair hər hansı bir diskussiya açmısınız. Amma inanın ki, internetə yükləyincə YouTube-da, misal üçün, altdan yazılan şərhlərin hamısı negativ olacaq. Çünki biz bu dəqiqə pasiyentlərin gözlədiyindən daha artıq sanki bir anti-gözlənti çıxışı edirik. Və bu bir negativə çevrilir. Bu da bizim doğru bildiyimiz yanlışların biridir ki, sadəcə biz onları sevmirmiş kimi, istəmirmiş kimi danışırıq. Amma əslində doğru düzgün gedişatı məsələ mütəxəssis. Demək ki, bu vaxta qədər belə bilgilənmişik. Şuurumuzda, düşüncəmizdə, təfəkkürümüzdə belə bilinclər var ki, xəstə olanda qalaq dərmanlar ki, yoxdursa, deməli sənə yaxşı müalicə yazılmayıb. Tibb institutunu bitirib təzə işləməyə başlayınca, bu 89-90-cı illərdə, ölkədə də vəziyyət kifayət qədər çox müharibə ərəfəsində və ilaxır. Baxırdım özümdən böyük həkimlərin yazdığı reseptlərə və bir 6 dənə, 7 dənə dalbadal dərman, o belə filan 5 məkan, özdə o vaxtın tibbi biraz başqa cürə işləyirdi. Həkimlər nəyə görsə, xəstələri qorxuzurdular, belə, yox, belə eləmək olmaz, yoxsa ölərsən, itaqdan belə baxırdım ki, ayda görəsən, mən də belə bilikli dırnaq arasında, sabahda həkim olub, o boyda resept yaza biləcəm ya, amma 2000-ci illərdən üzü bir yana artıq protokol təbabəti işləyincə və fikir verəndə ki, mən xəstəyə 3 ədəddən artıq dərman yazdım, içimdə sanki bir utanc hissi əmələ gəlirdi ki, bəlkə mən az oxumuşam, bəlkə mən bu haqda az bilirəm, bu dərmandan sonra niyə belə çox oldu? Və 3 dənədən artıq dərman yazınca pasiyentin özünə bir diskomfort, həqiqi doğrudan ki, ayda doktor, heç mən bunu necə yadımda saxlayacağam? Çünki istər-istəməz dərman qəbulu intizamına yatmaq bu kifayət qədər çox böyük bir diskomfortdur. Sizə belə bir söz deyim. Bax, təzyiq olan pasiyentlər, burada doğru bildiyimiz yanlış yoxdur. Hər şey qaydası. Təzyiq olan pasiyentlər, xüsusən də 60 yaşından sonra, bu dünyanın orta hesabına təxminən 40% təzyiq dərmanı qəbulu. Hər gün içməlidir. Sözsüz ki, bu hər gün dərman içmək, ola bilər ki, həftə 2 dəfə yadından çıxsın da, bunlar gənc insanlar deyirlər, onların artıq beyin problemləri var, yaddaş problemləri var, müxtəlif digər problemləri var. Səhv etmirəmsə, 40-a dərman kompaniyası, kardioloqlarımız bu haqda bilirlər və oxuyurlar. Zilebeziran adlı bir molekula kəşfi üzərində çalışır bu dəqiqə. Tak bu molekulan
il ərzində cəmi 2 dəfə yeridiləcək. Təsəvvür edirsiniz? Çox həssas bir məqama toxundunuz. Mən sizdən çox üzr istəyirəm. Bizim reklam aramız var. O qədər gözəl və maraqlı danışırsınız ki, sizi bayaqdan kəsə bilmirik. Amma qısa reklam arasından sonra müzakirəmiz yenidən davam edəcək elə qaldığı yerdən. Reklamlar. Reklam fasiləmiz bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, daxili xəstəliklərdən danışırıq. Qonağımız isə həkim, terapevt Agil Axundovdur. Doktor, sizin bəli, xahiş fikrimizi tamamlayaq, bəli, üzrlü sayın reklam fasiləsinə çıxdıq. Demək istəyirdim, həmin bu pasiyent komfortunun təmini üçün bu icad elədikləri zilebezran adlı molekul tərkibli preparat cəmi cümlətanı ildə 2 dəfə vurulacaq və sən o ildə 2 dəfə vurmaqla bütün həyatın boyu təzyiqi eyni səviyyədə saxlaya biləcəksən. Bu pasiyentlər üçün bundan gözəl nə ola bilər ki? Bax, budur vəziyyət. Bir də doktor, təzyiqlə bağlı. Bizdə dəfələrlə mütəmadi olaraq bu xəstəliklərlə bağlı danışmışıq. Təzyiq xəstəliyindən əziyyət çəkən en sayda da bizə tamaşaçılar da zəng vurublar. Burada da çox ciddi, doğru bildiyimiz yanlışlıqlar var. Yox deyil. Daha çox da mənim o yaralı yerim və həssas yerim bu limon məsələsidir ki, elə keçənlərdə də doktora da sual verdim. Bu limonu sıxıb su ilə qarışdıraraq içməsi, təzyiq məsələmi. İstənilən başımızda olan bir ağrını təzyiqə bağlayırıq və bütün bunların əlacını limonda görürük kimi. Bu haqda danışmağınızı istəyəcəm, lütfən buyurun. Təxminən 1-2 il bundan öncə TikTok platformasında bir 15-20 saniyəlik video çəkmişdim və izah eləmişdim ki, İzah eləməyə çalışmışdım ki, limon təzyiqi salmır, amma mədənizi korlaya bilər. Xüsusən də, çünki bəziləri bütöv limonu yemək lazım, ya biraz belə qəribə də gəlir. Çünki hər adamın mədəsini qəbul edə biləcəyi də bir doza deyil, belə deyək. Və o videoya orta hesabla bir 230-250 minə yaxın baxış olmuşdu. Amma orada mənə əməli başda linç eləmişdilər ki, sən həkim deyilsən, heç nədən başın çıxmır, limon təzyiqi salır. Praktik bir yazılan 1500 şərhin 1200-1300-ündə belə bir söz var idi ki, limon təzyiqi salır. Yəni ki, bu söhbət. Və hərdən birdən sanki mübahisəyə daxil olmamaq üçün məndən də o söz soruşanda limon təzyiqi salır, mən davam etdirməmək üçün söhbət deyirəm ki, hə, salır, əl çəkin məndən. Əslində isə əlbəttə ki, ümumiyyətlə etibarən təzyiqlə heç bir əlaqəsi yoxdur. Bir yalnız və yalnız plasebo effekti ola bilər, çünki bu kifayət qədər çox geniş yayılmış, doğru bildiyimiz yanlışlara aiddir. Haman limon əvəzinə bura bir turş, 2 damcı, nəsə bir şey damcıladı. Heç ola bilər ki, sənin təzyiqin yaxın 5 dəqiqəlik müddət ərzində düşsün, amma sonraki nə olacaq? Hansı bir hadisə ilə rastlaşa bilirsən, əlbəttə ki, bundan Allah saxlasın, çünki təzyiq dərmanları var. Təzyiq normaları var. Yəni həmən o Sovet dövründə tez-tez eşitdiyimiz raboçiye dablı, yəni işçi bu mənim 160 ilə gəzir, heç bir problemi yoxdur. Özünü yaxşı hiss eləyir. Təzyiq 160-dır. İzahat verirsən ki, olmaz belə. Ona görə 160-a reaksiya vermirsən ki, artıq orqanizm buna öyrəşib. Bu daha pis bir göstəricidir. Sabah 180-ə öyrəşə bilərsən. Bir gün beyninə qan sızar və yaxud da əksinə işəmək olar. Onda həyatın zəhərlənər. Ən gözəl üsul budur ki, gedirsən doktora bir neçə analiz verirsən, təzyiqin ölçülməsi monitorinqini aparırsan, sanki bu diaqnozu sənə təsdiq eləsinlər ki, bu simptom arterial hipertenziyadır. Və sonra bir dərman alırsan, təzyiq üçün də istifadə olunan dərman preparatları 2 qrupa bölünür. Bir, təzyiqi aşağı salan dərman preparatları, bir də təzyiqi yuxarı qalxmağa qoymayan dərman preparatları. Sən ilk yardım üçün təzyiqi aşağı salan dərman preparatları qəbul eləməlisən və sonra da uzun müddətli, əgər indi daha 60 yaşında təzyiqin qalxıbsa, belə demək mümkünsə, qəbr evinə qədər, onu yuxarı qalxmağa qoymayan dərman preparatlarını qəbul eləməlisən. Sözsüz həyat tərzində dəyişiklik eləməlisən. Əgər şəkərli diabetin varsa, onu normallaşdırmalısan. Hər gün 10.000 addıma yaxın addım atmalısan. Spirtli içkilər və nikotinə nəzarət eləməlisən. Tam atmaq başa düşürəm ki, mümkün deyil. Nəzarət eləməlisən və nəhayət etibarən normadan artıq su qəbulunu, yəni biz çox çay içirik.
bir qism insanlar özləri dediyi. Mən çayxoram. Nə deməkdir bu? Mən axşam saat 7-dən sonra yatana qədər 20 stəkan çay içirəm. Nə olur? Nə xəbər? Dünyanın sonudurmu? Yəni o çay içməsən nə olacaq? Yaxşı 2 stəkan iç, dinç dur da. Yox, belə deyil. Mən adətən həkim sən bilməzsən belə şey. Mümkün yaxşı. Bilmirəm. Bizim dərs kitablarımızda belə şey yazılmayıb. Bilməyəcəm də. Hardan bilməliyəm ki? Bəli. Doktor, bizim telefon xəttində tamaşaçımız var. İcazənizlə tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun Ülviyə xanım. Axşamınız xeyir. Daimi izləyici Namiq müəllimdir narahat edən. Əvvəla Ülviyə xanım, mən sizi sosial şəbəkədə gördüm. Bir gün sizin doğum gününüzdür. Bu münasibətlə sizi təbrik edirəm. Ən xoş arzularımı bildirmək istəyirəm. Çox sağ olun, təşəkkür edirəm. İkincisi də doktoradır sualım. Doktor, sizi də xoş gördük. Bu daxili xəstəliklər ümumiyyətlə böyük məfhumdur. Yəni orada həm ürək, həm ağciyər, həm endokrin xəstəliklər, həm müxtəlif başqa daxili xəstəliklər əhatə olunur. Mənim sualım belədir. Mən məsələn hipertonik deyiləm. Yəni davlenyum yoxdur. Amma bugün sosial şəbəkələrdə tez-tez yazırlar maqnit qasırğası. Məsələn, maqnit qasırğası olanda mənim davlenyum yoxdur, amma baş ağrılar olur. Amma yanımda məsələn dostum oturur, onun davlenyası yoxdur, amma maqnit qasırğası ona təsir eləmir. Nə qədər bu belə doğrudur, nə qədər bunu belə izah eləmək, nə ilə izah eləmək olar? Maqnit qasırğaları doğrudanmı insanın məsələn səhhətinə belə çox pis təsir göstərir? Təşəkkür edirəm. Biz təşəkkür edirik sualınıza görə. Meteohəssas insanlar adlı bir anlayış mövcuddur. Bu belə deyil də, doğru bildiyimiz yanlışların ayrı bir sahəsidir, çox böyük bir sahəsidir. Yəni onun haqqında sutkalarla danışmaq olar, mövzu bitməyəcək. Ona görə ki, məndə elə bir hissiyat var ki, sanki kimsə istəyir ki, öz problemini belə izah eləsin. Bax, mən bugün özümü pis hiss eləyirəm. Və nəyəsə bir şey, mütləq bir günahkar tapmalıyam, yoxsa mənim o negativim çıxmayacaq. Ona görə də hər şey yaxşıdırsa, mən hardan negativi çıxardım? Havadan. Bir maqnit qasırğası var. Okey, yaxşı. Rahatlaşdın mı? Bu baxımdan olsun. Amma hava şəraitinin insan sağlamlığına təsiri, gəlin belə danışaq da, fiziki faktorların insan sağlamlığına təsiri var. Misal üçün, mənim əlim dona bilər, qulağım mənfi 30 dərəcədə donub, qopub düşəcək. Amma bu xəstəlikdir, bu elə onun üçün havanın 30 dərəcə olması lazım deyil. Və yaxud da əks hadisə baş verir. Günəş olar, qalaram altında 2 saat gün vurma baş verir. Bunlar mümkündür. Bəli. Amma o belə bir sözləri siz də tez-tez eşidirsiniz. Yaz depressiyası, oyda, o neydi elə? Payız depressiyası. Başa düşürəm də, bu Allahın yaratdığı fəsil dəyişməsidir. Sən bundan nə istəyirsən? Don Kixotun yel dərmanı ilə, hava dərmanı ilə dolaşmasına bənzəyir. Həyatını niyə yaşamırsan ki? Əgər sən depressiyadasansa, özündə axtar onu, başqalarına. Bəhanə axtarma da, get psixoloqun, psixiatrın yanına, bir dərdinə çarə qıl, çıx oradan. Ona görə maqnit qasırğasından əl çəkin, obyektiv, sübut oluna biləcək bir şeylərdən danışaq. Bax, sizə məsləhətim bundan ibarətdir. Nə qədər çox müəmmalara varacaqsınız, bir o qədər çox çətinləşdirəcəksiniz. Bizim məqsədimiz asanlaşdırmaq və izahat verməkdən ibarətdir. Bu qədər. Doktor, biz təzyiqdən danışdıq. Anemiya və qan azlığının da təzyiq məsələsində belə deyək, sirkələnmə məsələsi ola bilirmi? Bu da bir ciddi tərəfdir ki, hansı ki, əslində anemiyanı və qan azlığını əziyyət çəkənlər nəyin baş verdiyi heç fərqində deyirlər. Başım ağrıyır, nevroloqa gedəcəyik, qollarıma ağrı vurub, gedəcəyik, masaj olunacaq, kör təbii, fizioterapevtə gedəcəyik. Kim necə, hansı formada planlama etdisə ona uyaraq o həmin, belə deyək, reabilitasiyaya uyacağıq. Dərmanlarımızı özümüz ağrı kəsənlər içəcəyik baş ağrısından. Başımızda, belə deyək, artıq istivanaların, duşlarla, saatlarla
vaxtlarla duşda qalması, boyun nahiyəmizin son dönəmlərdə çox aktualdır ki, mən çox insanlardan eşidirəm ki, boyun və baş ağrıların varsa, deyirəm, aha, nə etməli? Siz gün ərzində 2 dəfə 25 dəqiqə olmaqla boynunuzu qaynar duşun altında saxlamalısınız. Və insan bir anlıq özü-özündə məntiqlə təhlil edir ki, 25 dəqiqə az zaman deyil. Və bu durduğun yerdə görün insan hansı bir hallara düşə bilər. Yəni belə vəziyyətlər qan azlığının heç kəs bir qanımı yoxladınmı, bir həkimə gedinmi, bir bəlkə məndə nə isə düzgün getmir deyə fərqinə varmırıq. Niyə bəsitləşdi? Bu daha çox sizin sahənizə aid olan bir məqam. Doktor olan kəs insanın problemini çılpaqcasına çıxardıb ona izahat verməyə çalışan bir insandır. Və sözsüz ki, sanki belə deyək də bu sözü, əslində belə deyil, amma belə deyəcəyik, pis söz danışır. Səni diskomforta salan söz danışır və avtomatik sənin düşməninə çevrilir. Xüsusən də bu nənələrlə nəvələr, siz bir görəsiz nəvəsini qəbula gətirən nənənin davranışını. Onda mən çalışıram ki, daha çox xəstə deyilən nəvəni yox, nənə ilə bir iş görüm ki, yox, mən sizə pis heç nə eləmək istəmirəm, mən sizin düşməniniz deyiləm. Bax, bu izahatı verməkdən başlayır bütün qəbul. O baxımdan həkimin danışdığı, burada ikinci bir məqam da var. Restorana gedincə, şadlıq sarayına gedincə, sən elə həkimə gəldiyin qədər yaşayırsan, işləyirsən, tər tökürsən, əziyyət çəkirsən və pul xərcləyirsən. Eyni bir məqamdır. Amma heyfslənmirsən. Amma ora kef eləməyə gəlmirsən, istirahət eləməyə gəlmirsən psixoloji baxımdan. Ona görə bu səni incitməyəcək. Doktora gəlincə, sən içəri girirsən, növbə görürsən, əsəbləşirsən, hamı xəstə, oraya heç kefindən gəlməyib ki. Bəli, hamı xəstədir. Doktorun yanına düşürsən, birdən doktor sənin dediyin kimi deyil. Mən istəmirəm, məni saqqallı, keçəl, eynəkli bir adam qəbul eləsin, amma məcbursan ora girməyə və baxınca nəsə alınmadı. Heç ona qulaq da asmırsan. Dəfələr nə olub, gəlib qəbulu hiss edirəm ki, mən danışıram, telefona baxır. Bir dəqiqə, stop, o nə oldu sizə? Yəni ki, nəsə negativ var, gəlin bir aydınlaşdıraq. Yox, deyirəm də, yəni ki, yoxdur məndə belə şey. Yoxdur, dur yeri çıx get. Heç, Allah eləsin, heç o həkimə gəlməyəsən də. Yəni, o baxımdan kifayət qədər çox böyük əhəmiyyəti var. Bəli, çox böyük əhəmiyyəti var. Bəli, getməyəcək. Nədən getmir və getmədiyi halda nə baş verəcək? Bunu doktor, bizim ikinci reklam aramız, reklam arasından sonra davam edəcəyik. Qısa reklam arası, sonra yenidən müzakirəmiz davam edir. Xatırladaq ki, daxili xəstəliklərdən danışırıq. Reklamlar. Reklamlar bitdi, müzakirəmiz davam edir. Müzakirə keçməzdən öncə verilişimizin baş sponsoru Best Beef ət və ət məhsullarına dərin təşəkkürümü bildirmək istəyirəm. Yüksək keyfiyyət və zəmanətə söykənəcək, istehsalına sahiblənəcək bir qida məhsuludur. Ailə üzvlərinin hansı ki azyaşlı uşaqlarımıza belə çox rahatlıqla və əminliklə qəbul etdirəcəyimiz qida məhsulu. Təşəkkür edirik Best Beef ət və ət məhsullarına. Mövzumuza qaydaq, mövzumuz isə bizim anemiyadan danışırdı. Bunu bəzən də genetik faktor olaraq xəstəlik kimi adlandırırlar doktor, deyilmi? Beləsi də var. Və bunun indi gəlirik əsas məsələyə. Tamam, biz bunun daşıyıcısıyıq, bizdə bu problem var. Başlayır bunun müalicə. Müalicə birinci metodu çuğundur tərəvəzinin sıxara soku içirilməsi. Bəzən onu bir azca buxarda bişirərək üzərinə şəkər və yaxud da bal tökülərək yeyilməsi. Bunu mən elə öz təcrübəmlə mənə deyilənlər üzərindən deyirəm. Elə siz terapevt olaraq, necə deyirlər terapevtlər can həkimidir. Ən əsas elə birinci ünvanda sizsiz. Ciyər, qaraciyər məsələsi daha çox vurğulanır ki, hətta quzu olmalıdır, qoyun və yaxud da başqa digər heyvanların deyil, körpə quzu ciyərinin qanlı yeyilməsi, nar şirələrinin sıxılaraq içilməsi. Bunu illərlə, bilirsiniz, bəzən də insan düşünür ki, tamam da bu dərmanların təsirinə biz bunlardan bir keçək, gündəlik qidamıza əlavə edək, baxaq təcrübəyə. Olmazsa keçək bir. Bəlkə də bir ildən çox mütəmadi bunu istifadə edən mən və bunun nəticəsində heç bir effekt görməyən mən və sonucda həkimə müraciətdə bir dərmanla, biz bayaq reklam öncəsində danışdırırıq, dərmanın indi biz adını demək biraz şey çıxar, dərmanla həmin o köçütməklə artıq həmin o boş balansı doldurma. Yəni insan özü düşünür ki, bu qədər zamana dəyərmi?
bir il çox uzun bir məsafə olsun, 6-8 ayda ola bilər. Hər gün insanın əleyhinə işləmiş bir zamanlar. Baxın, orada nə qədər ümidlər itir, hər gün bunu etmək. Sual gəlir, buna məcburmayam mı? Yəni, bunu etmək zorundayam mı? Niyə bunu edim əgər tibb varkən? Yəni, bunlar özüm adından, subyektiv fikrim olaraq və əminliklə deyirəm ki, heç bir formada təsir göstərmək ümumiyyətlə gücünə sahib deyirlər. Yəqin ki, doktor, mən yanılmıram. Bunu tibb də sübut edir ki, burada artacaq bir şey. Bir də almalar, onu unutdum. Alma heç. Almalar məsələsi... İsmayılın Qızıl Əhmədi. Bəli, almaların istifadəsi... Mütləq bir damcı belə mıx batırmalısan. İşte bu pastasın və past görünsün, yoxsa pasta almadır, yoxsa mıx paslanmalıdır. Nəsə belə bir şey var. Tam sonuna qədər bilmirəm. Protokolunu oxumamışam. Bəli, dəmir artıq. Quzunun qaraciyəri ilə bir dad olaraq razıyam. Çox dadlı olur. Xüsusən də o parietal peritona, o qoyunun iç təbəqə pərdəsi var ha. Onu büküb manqalda qızarınca super bir qida alınır, çox dadlıdır. Amma nuş olsun, hamıya hər şey yedikləri də, içdikləri də heç bir də qan qaldırmayacaq. Heç vaxt qaldırmayacaq, çünki mümkün deyil onun baş verməsi. Çuğundurun tərkibində burada bilirsiniz bir məqam var. Rəngi qırmızı olan qidalara, bitkilərə çox üstünlük verilir. Yəqin ki, o qanın qırmızı rəngi olmağı ilə əlaqədardır. Yəqin ki, belə bir inanc əmələ gəlib, amma bitki mənşəli qida məhsullarında dəmir yoxdur. Qanın faizi aşağı düşüncə dəmirimiz azaldı demək. Yəni, bunu hamı bilsinlər. O anemiya adlanan bir xəstəlik. Dəmir defisiti. Anemiya adlanan bir xəstəlik qanda dəmirin azalmasının, çatmamasının, soğurulmasının, pozulmasının, yəni yetkin insanlar gəlincə biz dəmirin itkisini axtarırıq. Bəlkə qanaxmam var deyibən. Xanımlar üçün bir ayrıca xəstəliklər toplusu var, kişilər üçün digər bir ayrıca xəstəliklər toplusu var. Müayinə edincə biz belə düşünürük və o işləri görürük. Yeniyetmələrin anemiyası var. İldırım sürətinin inkişaf edən orqanizmə adi bir qaydada qəbul etdiyi qidalar dəmiri çatdıra bilmir. Çünki 13-14 yaşında o, xüsusən də xanımlar, özəl günlər başlayınca bir qədər də itkidə olur. O məqamda da ildırım sürətlə inkişaf edir, qanın faizi aşağı düşür. Gemoglobin dediyimiz, biraz belə şeydən çıxdım, təbabətdən çıxdım, qanın faizi deyirəm. Gemoglobin dediyimiz anlayış düşür. Düşəcək də, qorxmasınlar, heç bir panik yapmasınlar, həkimə getsinlər. Çox az, balaca bir dərman preparatları ilə bərpa olunacaq. Doğru bildiyimiz yanlışlar bir mənalı şəkildə almadır. Belə deyim də sizə, bu artıq sübut olunmuş bir faktdır. 100 qram qırmızı ətin tərkibində olan dəmir 14-15 kiloqram almanın tərkibində olan dəmirdən çoxdur. Sən 14 kilo alma yeməsən, 100 qram ət, bir tikə ətdə bunu yeyib bitsin. Ətə qırmızı rəngi verən o dəmirlə B12 vitaminidir. Və biz dəmirimizi oradan alırıq. Ona görə mədə-bağırsaq xəstələrinin bəzilərində dəmirin soğurulması pozulunca anemiya baş verə bilər. Bunu tamaşaçılarımız bilsinlər. Anemiyanın digər bir səbəbi bizim mental xüsusiyyətlərimizlə əlaqədardır. Bunu yəqin ki, bilirsiniz. İndi hal-hazırda bu dəqiqə asan xidmətə niyə haqqında ərizə yazmaq üçün gedəndə səni ilk olaraq laboratoriyaya yönləndirirlər və orada talasemiya daşıyıcısı olub-olmamağını yoxlayırlar. Biz qohum evlilikləri belə deyək də, sayına görə liderlik eləyən coğrafiyalardan biriyik. Eyni zamanda Orta Asiya dövlətlərdə bura aiddir və burada qan xəstəliklərinin həmən o bayaq dediyiniz irsi qan xəstəliklərinin yayılması kifayət qədər az deyil. Bu sayımız da çox deyil, 11 milyon. Bəlkə də 5 dəqiqə sizinlə danışsaq, sizinlə də qohum çıxacaq və yaxud da sizin kollektivinizlə. Bunun səbəbi yalnız və yalnız bizim sayımızın az olmağı ilə əlaqədardır. Bu baxımdan əhəmiyyəti çoxdur ki, qan xəstəlikləri yayıla bilsin. Amma sonradan əmələ gəlmiş qan xəstəlikləri, yəni belə deyək, 16 növ anemiya tanıyırıq. Öz aralarında bölgüsünə görə. Doktorun işi nədir? Səni müayinə etsin, səndə hansı anemiyanın olduğu aşkarlansın. Çünki bayaq dediyimiz
hər pasiyentə dəmir də vermir. Talassemiya daşıyıcılarının bir qisminə dəmir preparatı yazmaq olmaz. Bunun üçün o mütləq müayinə qan analizi verilib bilinməlidir. Ki mənimki filan talassemiyadır. Mənə dəmir yazmayın. Ancaq fol turşusu ilə vitamin B12 ilə yaşayacağam. Bax belə də vəziyyət. Görünə qədər həssaslıq var və bu da peşəkarlıq, bəli, peşəkarlıq tələb edən. Bizim telefon xəttimizdə xanım əgər dəstəyi açmayıbsa, eşidək sizi. Axşamınız xeyir olsun. Axşamınız xeyir, hörmətli aparıcı. Salamlayıram sizi. Bakı şəhərinin Nərmanlı rayonundan Rəna xanımdır. Sizi sevə-sevə izləyirik. Həkimi də salamlayıram. Allah köməyinizdə olsun. Allah dünyamızı salamat eləsin. Öncə həkimin öncə söhbətlərinə qulaq asdım. Çox incə, həssas danışdı. Bu yaxınlarda kanalların birində yetərincə reklama çıxan bir haşiyə çıxması, reklama çıxan həkim gəldi və mən də bir sosial imkanı az olan bir şəxs kimi yaxınlaşdım. Həkimin ödənişli klinikaya konsultasiyasına öncə, sonra da müalicəsinə getdim. Ancaq inanın ki, görünüşlə davranış bir başqadır. Həkimin etikası olmalıdır, həkimin davranışı xəstəyə qarşı. Xəstə nə qədər emosional, yəni olsa da həkim, bir söz var ya, həkim gəldim ki, dərdimə dərmanı eləsə, gəlmədim ki, qanımı alqan eləsin də, dərdimə çarə eləsə. Nəsə, inanın ki, onun gəldim evə, 2 həftə özümə gələ bilmədim, nədir, elə ki, depressiya yox, nə yeməyimi bildim, nə içməyimi, nə yuxum da, sarsıntı keçirdim. İstər-istəməz bir ay gözləyirəm. Ayın axırında müalicədən sonra mən axırı ki, bilirsiniz necə oldu? Deməli, özünü elə apardı və elə sözlərlə insana elədi ki, istər-istəməz. Mənim 64 yaşım, ancaq onun yetərincə cavan, nə bilim, axırı. Nəysə, hörmətli həkimimizdən bir söz soruşardım. Deməli, iki xəstəlik üzrə. Deməli, mən ağac nə qədər bar versə başını aşağı salmalıdır. Həkim professional etik normalarına istifadə etməlidir. Xəstəyə elə yanaşmalı deyildi. Başqalarının yanında pərt eləmək düzgün deyildi. Deməli, ötdə və mədə-altı vəzidə hörmətli həkim, ötdə və mədə-altı vəzidə 2 xəstəlik üzrə indi müalicə gedir məndə. Deməli, zoblu müalicə. Alo? Öd və mədə-altı vəzidə. Mədə-altı vəzidə mən istərdim ki, bir məsləhətinizə ehtiyacım var. Buyurun. Deməli, otlarla dəmləmə, çöküntü var, durğunluq var. Bilirəm ki, tez-tez yeyəndə gündə 5 dəfə ərzində də qidalar müəyyən 3 saatdan bir öd tez-tez çalışır, orada qatılıq əmələ gəlmir. Mən istərdim ki, hal-hazırda da yayda da müalicəmi bitirəcəyəm. 2 xəstəlik üzrə müalicə gedir. Mən zoba görə ömürlük dərman atmalıyım. 15-ci ildə onkologi keçirmişəm və yodaktivini kapsula udmuşam. Bədxastəlikdir zob. Bir də indi məndə yassı-dabanlıq var, onluqda sıxlıq var. Bir də revmatoloji problemlər var. Diz qapağında 1-ci dərəcəli artrozdur. Hörmətli həkim, bilmək istərdim ki, otlarla, hansı otlardan istifadə edib mədə-altı vəzidə və ötdə durğunluğu götürüm. Başqa qanım yaxşıdır, hər şey yaxşıdır, qan azlığından əziyyət çəkmirəm. Və hemoqlobinin qaydasındadır. Bu qədər hörmətli həkim. Çox sağ olun. Təşəkkür edirik Rəna xanım. Əslində bu həkim və pasiyent münasibətindən danışdı. Təbii ki, xanım narazı qalıb. Bəli, narazı qalıb və onun davranışı, gözləntilər onu artıq hardasa məyus edib. Əslində təbii ki, insanın etikası hər zaman deyirəm, davranışı və münasibəti onun daxili dünyasının təzahürüdür. Müəyyən zaman qədər biz rol oynaya bilərik, amma bu müəyyən məqama qədərdir. Nə gözəl olar ki, təbii ki, biz indi bütün, amma istisnalar təbii ki var, amma yenə də peşəkar insan elə mədəniyyəti və tərbiyəsi ilə də peşəkar olmalıdır. Bu bir vurğuladı. Deməli, bu onkoloji bədxassəlik, endokrinoloji problemi olub, dərman qəbul edir. Dizlərdə revmatoloji xəstəliyi var. Öd və mədə-altıda öddə qatılaşmanı götürməsi üçün təbii yollarla hansı otların istifadəsi, bəlkə dərman preparatlarında maneçilik və problem var da qəbulunda. Anlayıram, başa düşürəm. Təəssüf edirəm, xanımın halı ilə əlaqədar olaraq bu söz demək istəyirəm. Yəni ki, doktora gedib nəsə narazı qayıdıb gəlib bütün bunları başa düşürəm. Ülviyə xanımdan mənim koordinatlarımı ala bilərsiniz, heç bir ödənişsiz, plansız sizi qəbul edib yerində məsləhət eləyək. Sadəcə efir üçün işlədiyim yeri və koordinatları demək bir qədər qeyri-etikdir, ona görə istəmirəm bu olsun. Amma ki, studiyanı əlaqə saxlayın, necə zəng eləmişdiniz?
mənim koordinatlarımı götürün, qəbuluma gəlin. Heç bir ödənişə ehtiyac olmayacaq, heç nə. Sizi konsultasiya edirik. Bir. Çox təşəkkür İkinci, edirəm, mən doktor. klassik tibbin nümayəndəsiyəm, protokol təbabəti həkimiyəm və bizə ot dərman bitkiləri ilə müalicə dərsi keçilmir. O səbəbdən belə deyək də, ümumi qəbul olmuş bir qaydada sizə deyə bilərəm, misal üçün, Ramaşka, bu çoban yastığı. Çoban yastığıdır. Hə, onu qəbul eləyin. Kifayət qədər çox super bir effekt görəcəksiniz. Bir də qarğıdalı saçağı, dərman preparatlarının bəziləri də o əsasda düzəlir. Amma tam normal bir terapevtin məsləhətini keçmək istəyirsən, normal bir qaydada əyləşib, normal bir qaydada bütün dərdinizi danışın. Mən bilirəm ki, qalxanvari vəzin müalicəsində istifadə olunan bir qism dərman preparatları mədəni incidə bilir və bəlkə də elə ondan əmələ gəlib yan təsirləri var. O səbəbdən ancaq sizi tam rahat salacağıq. Heç nəyin fikrini çəkməyin. Pul haqqında, məət etibarına fikirləşməyin. Hava xoşunuz olsun. Hər şey, çox sağ olun, doktor. Bütün işlərinizi qaydasına qoyuruq. Bəli, biz sizə çox böyük təşəkkür edirik. Elə Rəna xanıma da əgər mobil nömrələrdən yığıbsa, mən redaktorumuza xahiş edəcəm, geri dönüş edilsin. Şəhər telefonunuzdan bir daha əlaqə yaratmağınızı xahiş edəcəyik. Yəni, mən sizə tam əminliklə deyə bilərəm ki, necə vaxtı ilə mən öz doğma anamın belə həyati məsələsini məhz bugün burada əyləşən doktora belə həvalə etmişdim. Yəni, hər halda özümüzə rəva bildiyimiz həkimləri biz bura çıxarırıq və dəvət edirik ki, onların o yoğun, sıx qrafikli iş zamanından bircə saat yarımlığını uğurlayıb və bizə gəlsinlər. Ona görə də sizə xüsusi təşəkkür edirik. Peşəkar insana getmək bir də nə məsələdir? Burada hər zaman qorxulu yaradan bir şeydir. Əgər hansısa bir xəstəlikdən əziyyət çəkirəmsə, mən dərman içirəmsə, mənim başqa xəstəliyimlə bağlı dərman, o xəstəliyimi birdən doktor soruşmur. Bunu görməzdən gələr. Mənə başqa bir dərman preparatı qəbul etməyimi yazar, hansı ki, mən buna məcbur olaram və mən buna əks təsir göstərirəm. Amma əslində peşəkar doktorlar sizdə baş verən bütün gedən prosesi öyrənərək, sizi dinləyərək dərman qəbul edirlər. Ona görə bundan qorxmaq və çəkinmək lazım deyil. Bax, bu da bizim yaralı yerimiz doktor. Başa düşürəm, bu telefon zəngidir. Burada bir qədər konkret olmaq gərekir. Xanım isə bir qədər incik olduğu üçün o birinci növbədə başqa doktorun yanına getmək. Sanki xəstəlik tarixini danışdı, amma xəstə qəbulu belə olmur. Xəstə qəbulu və sözün düzünə qalanda bundan daha çox əziyyət çəkir. Gəlir pasiyent və nəyə görəsə itirdiyi vaxtın bölgüsünü aparmağa başlayır. Ona bir dəfə deyirəm ki, xahiş edirəm bir dəqiqə qulaq asın, şikayətləriniz deyin, sizi nə incidir? Və o şikayətlərinizi deyin deyərkən mənlə zarafat edib, məsəl üçün, maaşım azdır sözünü deyən də var. Gəlinindən, qaynanasından şikayət edən də var. Xüsusən də teenager, yəni 13-14 yaşında xanım, yəni qız övladını və yaxud da oğlan övladını ana və yaxud da ata gətiribsə, bir-birlərinə o dəqiqə dalaşmağa başlayırlar. O deyir ki, imkan ver danışın. Bir dəqiqə, mən deyirəm, başınıza mən həkimə bey, bir dəqiqə dayanın, dalaşmayın da, sözünüzü deyin, danışın. Və hiss olunur ki, sanki bu insanların bir qədər bu doktorun yanında hər hansı bir ünsiyyət etməklə əlaqədar bir problemləri yaşanır. Doktora gəlincə relax olun, heç bir problem yoxdur. Terapevt bu, axı, heç kəsi kəsmir, döymür. Başqa pis şeylər eləmir. Ancaq sizin yaxşılığınızı istəyir. Və sanki şikayətlərinizi deyin. Lazım olan məlumatı doktor hər hansı bir vasitə sizdən alacaq. Xüsusən Azərbaycanın bölgələrindən gələn insanlar arasında geniş yayılmış bir məqamı qeyd eləmək istəyirəm. 10 nəfər, 15 nəfər, bir nəfəri gətirir doktora. Girirlər otağa. Soruşuram ki, pasiyent kimi. Doktor o danışa bilməyəcək. Niyə danışa bilmir ki? Ya o öz fikrini ifadə etmir. Və nəhayət etibarla bütün hər şey bitəndən sonra pasiyentin özünə danışırsan və onda o yerdə qalanlara deyirəm ki, deyəsən, problem sizdədir. Onu tam normal şəkildə fikrini də bildirdi, hər bir sözü də dedi. Bir qism hallarda, bəli, ruhi pozulma vəziyyətləri ola bilir. Onda pasiyentin sözünə qulaq asırıq, amma qeydə almırıq. Onun yanında duran adamlarla, bir də huşu üstündə olmayan insanlarla, amma ki, yerdə qalan halların hamısında şikayətlər soruşulmalıdır. Həyat anamnezi, belə, daha doğrusu birinci xəstəlik anamnezi yığılmalıdır. Bu nə deməkdir? Bax, bu həmən o xanımın danışdıqları əvvəlcə belə oldu, sonra belə oldu, sonra digər və s. belə. Həyat anamnezi yığılmalıdır. Bəlkə yaşamağa yeri yoxdur, yeməyə. Məsələn üçün, o Afrikadakı anemiyanın bir səbəbi onların ət görməməkləridir. Ət yemirlər bu adamlar, qırmızı ət. Çünki ölkə o dərəcədə kasıb ölkədir ki, ailənin böyük əksəriyyəti qidasız qalıb. Orada bu məsələ mütləq və bəlkə kimsə küçədə yatır.
və kimsə içikli su içir. Bütün bunların hamısı və sonuc olaraq bu toplanmış məlumat əsasında doktor deməlidir, get ultrasəs müayinəsindən keç və yaxud da keçmə. Çünki bu özəl klinikaların inkişafından sonra sanki elə bir vəziyyət əmələ gəldi ki, bu tibbi xidməti mən ödəniş eləyib ala bilirəm. Və sən həkimin yanına getməmiş, gedib 100 dənə analiz verə bilərsən, qan testləri, ultrasəs müayinəsi keçə, rengen keçə bilərsən, hansı ki bu sənə lazım deyil. Və sonra onu gətirib həkimə göstərəndə deyirəm ki, hər şey qaydasından, mən buna bir ətək pul xərcləmişəm, heç bir xəstəliyim yoxdur, sanki özündə bir şübhələnən kimi xəstəlik axtarmağa çalışır. Bu baxımdan pasiyentimizin bu zəngi ilə əlaqədar olan, onu demək istəyirəm ki, istədiniz istəmək, əvvəlcə seçin. Reklam heç mənim yanıma gəlmək də lazım deyil. Reklamın, bu işdə reklam tam da birin-birə şəkildə işləmir. Çünki heç kəs, heç vaxt, heç yerdə özünə pis deməyəcək. Ən yaxşılığı sən o reklamda iştirak eləməyə bilirsən. Amma reklamda iştirak edən əlbəttə ki, müsbət söz danışmalıdır da. İndi biz bura gələndən sonra siz mənə dediniz ki, falan klinikada işləyirəm ki, hə, anamı gətirmişdim və oradan yadıma düşdü. Yoxsa ki, mən hardan bilirdim ki, mən bir gün gəlib axşam sizi görəcəyəm burada. Tam doğru. Eyni bir situasiya bununla təkrarlanır. Bəli, bəli. Çünki peşəkarlıq insan özü və özünün üzərində və doğmasının üzərində təsbit olunanda daha çox əmin olur və əgər buradan mesaj olaraq milyonlarla insan qarşısında söz deyiriksə, demək dediyimizin sözünün də məsuliyyətini dərk etməliyik. Ona görə də bunun üçün də təsbit və əminlik lazımdır ki, bu əminliyi də mən sizdə uzun illər öncə görmüşdüm. Doktor, bu məsələlərin, xəstəliklərlə bağlı bir də bizdə xroniki yorğunluq sindromu var. Bəzən də biz bunu depressiya ilə qarışdırırıq. Bəzən də, bəli, bizim tamaşaçımız da var, redaktorumuz deyir, bayaqdan bizi gözləyir. Bəli, bəli, elə ona da toxunmağınızı istəyəcəm. Telefon xəttində eşidək, sonra dönüş alarıq. Axşamınız xeyir olsun. Buyurun, eşidək sizi. Siz məni qəbul edə bilirsiniz. Biz canlı efirdəsiz, buyurun, eşidirik sizi. Həkim qəbul edirmi? Yəni, bəlkə də sormaq istədiniz ki, həkim bizi eşidirmi? Tamam, telefon xəttini bərpa edərsə dönüş edərik. Deməli, əzələ və skelet sistemi xəstəliklər. Burada vitamin D-nin demək olar ki, aparıcı qüvvə olduğu bir məqam. Son pandemiyadan sonraki müddət ərzində mənə qoyulan adlardan biri də vitamin D-nin qatili adını da aldım. Çünki belə çıxdı ki, bu D vitamini tövsiyəsi, xəstəlik, D vitamini çatışmazlığı adlı bir xəstəliyin əmələ gəlməsi və onun qəbulunun tövsiyəsi artıq pandemiyadan daha böyük bir pandemiyaya çevrildi və pasiyentlər hər bir sağlamlıqla əlaqədar olan məsələnin həllini orada görməyə başladılar. Bir qism həkimlər sanki xəstənin yanında özünü üzü ağ edə biləcək bir məqam olduğu üçün bu sözü niyə işlətdim? Təsəvvür edin. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə yer kürəsində yaşayan 8 milyard əhalinin 70-80%-ında D vitamini, bax bu dəqiqə burada 4 nəfərlik, 5 nəfərlik aparaq qan analizimizi verək, 5-in 3-ündə aşağı göstərəcək. Hamımız ayaqda işə gəlmişik. Siz, mən, digərləri. Və yaşayırıq da. Bu bizim bu dəqiqə əmək qabiliyyətimizə təsir göstərmir. Amma müxtəlif səbəblərdən, həqiqətən doğrudan bu adam çox yorulur. Fiziki işlə məşğuldur, çox yorulur. Siz demişkən, depressiyası var. Normal qidalana bilmir. Yuxusu pozulub və bu adam yorğunluq hiss eləyə bilir. Gedir doktorun yanına ki, doktor, bax belə əlamətlərim var. Doktor deyir, get vitamin D-ni yoxla. 10 alın 7-sində aşağı düşəcək və yaxud 8-də həkimin üzü ağ, aşağı düşdü, alabıda dərman, hamı razıdır. Bitdi. Sözsüz ki, belə deyək də, bu o balaca uşaqların həkim oynamasına bənzəyən bir məqamdır. Əslində isə heç də bu dərəcədə asan deyil. Covid vaxtı mənə tez-tez sual verirdilər ki, D vitamini Covid müalicə edilmir. O vaxtdan tövsiyə əmələ gəldi də mütləq yazmaq lazımdır.
çox bu haqda yazırdılar, çox bu haqda danışırdılar. Yaxşı. Yüngül xəstəyə D vitamini veririk, güya ki, o sağalsın. Güya ki, bir mənalı şəkildə. Bəs reanimasiyada yatan aparata düşən onlar bəs nə olmur? O da D vitaminindən sağalacaqdımı yoxsa ki, necə? Və bütün dünya bir-birinə dəydi. Bir dəfə, iki dəfə, üç dəfə doktorların sanki bir üsyanı baş verdi. Bir qismi mənim kimi D vitamininin qatilinə çevrildilər. Digər bir qismi tərəfində durdular ki, yox, mütləq verilməlidir və ilaxır. Uzun sözün qısası. 2024-cü ilin iyul ayında Boston Endokrin və Metabolizm Cəmiyyəti belə bir guideline qəbul edib. Onu dərc eləmişlər. Bütün şəbəkə məlumatların hamısında var. Orada belə bir söz yazılıb. Bu Amerikanın ən qabaqcıl belə endokrinoloqların cəmiyyətidir. Onlar belə yazıblar. Ümumiyyət etibarına 18 yaşından 75 yaşına kimi D vitamini analizi vermək və D vitamini qida əlavələri qəbul olmaq tövsiyə olunmur. Əl çəkin. Buraxın, başını buraxın, həyatınızı yaşayın. Heç bir əhəmiyyət daşıyan bir şey deyil və heç kəsə də lazım deyil. Balığını yeyi, göbələyini yeyi, 15 dəqiqə günəşin düz düşən şüaları altında orada söhbət istidən yox, ultrabənövşəyi şüalardan gedir. Ultrabənövşəyi şüa dozasını al və həyatını yaşa. Yaşa. Dəymə. Sağlam həyat tərzi. Yaxşı, bəs onda bu analiz kimin üçün kəşf olunub? Bu D vitamini həm dərman aptek preparatı kimi, dərman şəklində və bioloji aktiv əlavələrdə nəyə görə lazımdır? Demək, situasiya bundan ibarətdir. 2 yaşına kimi bəbələrdə gündəlik dozada D vitamini ağza damızdırılmalıdır. O yağdır da bilirsiniz. Bəli. Ağza damızdırılmalıdır. Qoyduq qırağa. 2 yaşından 18 yaşına kimi bir qism xəstəliklər siyahısı var. Nə aiddir ora? Rahitlər, osteoporozlar, osteomalyasiyalar, bir qism böyrək xəstəlikləri təxminən belə deyək də, bir 22-23 adda xəstəlik adı var, diaqnoz, sindrom şəklində yazılmış. Belə olan insanlarda mütləq D vitamini yoxlanılmalıdır və ona uyğun dozada D vitamini verilməlidir. Ona görə yox ki, onun D vitamini çatmır. Yox, ona görə ki, o xəstəliyi var və o xəstəliyinin müalicəsində rahiti var. Belə deyək, D vitamini bir nömrəli göstəricidir. Bu ilə də məsələ bilir. 75 yaşından o tərəfə tez-tez sınıqları olan yaşlı adamlarda və s. yəni də yoxlanılır, analiz verilir. Amma çox təəssüf olsun ki, bugünkü gündəm belə işləmir. Ya pasiyentlər özləri gedib analizlərini verirlər və gedir apteka ki, bu ciddidir. Dəfələrlə görmüşəm. Çünki körtəbii formada doktor hər kəs evdə onu istifadə edirlər. Şirnilərdə, bilmirəm, çörəklər üzərinə, hətta övladımıza necə gəldi tətbiq edirik, qonşunun övladı içdi deyə, mənim də övladım içsin deyə. Bunun da harda altında yatan təhlükənin fərqində deyilik. Telefon xəttində tamaşaçılarımız gözləyir bizi, maşallah olsun. Eşidək sizi, kimsə qoşuldusa, axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir olsun. Mən Ağayeva Lalə Samir qızı, 64 yaşım var. Mən uzun 5 il şəkər nəzigət çəkirəm. Diabeton əməl 60 dərmanı içirəm, poliklinik endokrino ot mənə deyib. Bir də mənə hipersaniya var, təzik var. Təzik dərmanı da hər gün içirəm, komliyası 8-2-5 miligram. Mən istəyirəm, həkim soruşum, həkim harda qəbul edir? Hansı poliklinik, hansı xəstəxanada mən gedim onu qəbuluna? Təşəkkür edirik. Təzyiqdən əziyyət çəkir xanımımız, soruşur. Doktorumuz Medera Hospitalda çalışır. Doktor, həftənin 6 günü 5 gün işləyirsiniz. 2, 3, 4, 6. 2, 3, 4, 6-cı günlər. Hər gün saat 10-dan günorta 3-ə kimi. Ondan günorta saat 3-ə qədər Medera Hospital, hansı ki Naxçıvani küçəsində yerləşir. Orada gedərək qəbuluna düşə bilərsiniz. Əlbəttə ki, qəbul edir elə həkimin elə işi xəstələri qəbul etmək və onlara yardımcı olmaqdır, özdə sevərək, dinləyərək. O qədər Allah sizə səbir verib, doktor. Səbir və təmkin sahibisiniz ki, elə gözəl dinləyirsiniz ki, əslində bu da özü bir yanaşma, bu da özü bir mədəniyyət, bu da bir peşəkarlıq göstəricisidir. Bizim təbii ki, bu D vitamini ki biz danışdıq, burada doğru bildiyimiz yanlışdan ən kökü demək olar. Bu ən cavan doğru bildiyimiz yanlışdır. Bu doğru bildiyimiz yanlış bugünkü günə kimi həkimlər, bax, bura bir 10 mütəxəssis dəvət eləyin, onların 5-i tam başqa söz deyəcəksin. Sadəcə mən onun doğulduğu gündən etibarən balaca uşaq kimi arxasınca düşüb gəzirəm deyənə, məni o maraqlanır. İndi soruşun, niyə?
4 vitamin var. A, D, Y, K. Bunlar yağda həll olunan vitaminlərdir. Bunun avantajı bundan ibarətdir ki, həm əskikliyi problemdir, həm artıqlığı. Və nəzarətsiz D vitamini qəbulunun sonucu bununla bitə bilir ki, sənin böyrəyində daş əmələ gələ bilər. İndi gəl, qəbul elə və sonra başqa bir problemə düş. Ondan sonra o ağızla gəzirdin də. Bəli. Heç bir problemin də yox idi. Amma o arzu ki var, üstündə axtarmaq məsələsi, kiminsə üstünə günahkarı tapmaq haqqında, o sanki çox böyük əksəriyyət, həm pasiyentlər, həm həkimlər o sizin dediyiniz xroniki yorğunluq sindromunun səbəbini araşdırmaqdansa, çox kəsə yolla gedib birinci D vitaminini verib, tez yazım, o da razı qalsın, mən də razı qalım. Amma əslində onun altında başqa çox ciddi səbəblər yatır ki, elə anemiyanın özü belə insanı haldan hala salır, amma əslində bu o demək deyil. Depressiyaya qədər gedirsiniz, istənilən xəstəliklərdə. Bizim sonuncu tamaşaçımız gözləyir, onu da eşidək, çünki zamanımız qısaltlı. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir, xanım. Axşamınız xeyir. İndi mən bilmək istəyirəm ki, məndə köp var. Bir də ki, belə səhər duranda əl üzümü yumaq istəyəndə qusmağa gəlir mənim. Yaşınız neçədir? Yaşınız? Mən bilmək istəyirəm, bu nədəndir? Ya qaracigərdəndirmi, mədə altı vəzədəndirmi? Biz onun səbəbini deyəcəyik, üzr istəyirəm. Yaşınızı qeyd edək, zamanımız çox azdır. Yaşım 61 yaşım var. Təşəkkür edirik. Doktor indi cavablandıracaq. 61 yaşı var doktor. Buyurun. Aha, belə bir, yəni most common, bərabərlər arasında birinci səbəblərdən biri əlbəttə ki, öd kisəsidir. O kifayət qədər çox hallarda ağızda acılıq, ürək bulanması, pattaş pnevmoniya və qusma verə bilir. Xüsusən belə pasiyentlər o cürə izah edirlər ki, dişimi fırçalamağa başlayanda həmən o diş fırçasının təsirindən sanki dilə toxunmasından ögümə hissiyatı əmələ gəlir. Sözsüz ki, yəni bunların içərisində, yəni bərabər faktorların içərisində birincisi ondan ibarətdir. Onun pasiyenti müayinə eləmək lazımdır. İlk növbədə ultrasəs müayinəsi. Sözsüz ki, burada bir dəqiqə danışmaqla diaqnoz qoymaq mümkün olmayacaq. Amma daha geniş danışdırmaq lazımdır. Yaş o qədər çox deyil. Gənc bir yaşı var. 61. Nədir ki? Heç nə. Amma ki, bir qədər daha geniş anamnez toplamaq lazım. Hər bir şey haqqında. Həm mədə bağırsaq sistemi xəstəlikləri haqqında, həm də ondan kənar tutaq ki, eyni bir hal qalxana bənzər vəzin problemləri zamanında baş verə bilir. Yəni ki, o cəhətdən. Bəli. Çünki buradan biz sadəcə fərziyyələr üzərindən danışa bilərik. Doğru düzgün təsbiti və diaqnozu sadəcə həkim müayinəsindən əgər uyğun bilir. Çünki hər gündə bu həyat tərzi ilə də yaşamaq doğru deyil və baxın nə qədər insana diskomfort həyat yaşadır. Və bununla bəzən də biz xəstəlikləri o qədər öyrəşmiş bir həyat tərzində çeviririk ki, paralel ilə onunla da yaşayırıq, amma fərqində deyilik ki, nə gözəl olardı ki, həkimə müraciət edək. Çünki onun ardı da ciddi fəsadlar və başqa tərəflər də gətirə bilər. Buna görə də sırf hər zaman deyirəm ki, doğru düzgün, effektiv nəticə birinci olaraq doğru düzgün mütəxəssisə doğru müraciətdən başlayır. Dəqiq müalicə, düzgün müayinə və effektiv nəticə sonuclanır. Efirimiz çox təəssüf olsun ki, bitdi. O qədər ciddi və çox əhatəli bir mövzu olduğuna görə biz hələ də burada çox toxunulmadığımız tərəflər qaldı. İnşallah gələn görüşlərimizdə də bir bəhanə olsun, mövzumuz qalsın deyə. Doktor, mən sizə dərin təşəkkürümü bildirirəm. O gözəl və dəyərli zamanınızı ayırıb bizimlə keçirdiyiniz üçün, dəyərli fikirlərinizi bizi maarifləndirdiyiniz üçün və mən əminəm ki, bizi izləyən tamaşaçılar da özlərində gedən bu xəstəliklərin, hardasa gedişatın artıq fərqinə vardı və düşündü ki, demək ki, belə yox, belə olmalıymış. Ona görə də hər birimizə sağlam can, sağlam ruh və sağlam düşüncə arzulayırıq ki, doğru düzgün mütəxəssisi seçə bilək. Bunun üçün biz sizi əlimizdən gələn qədər yardım edirik. Salamat qalın, sabah yenidən görüşmək ümidi ilə. Gecəniz xeyrə qalsın.